Qadınlar dörd türlüdür. Birisi soy soldurandır. Birisi dolduran topdur. Birisi evin dayağıdır. Birisi necə söyləsən bayağıdır. Dörd qadın tipi göstərir Dədə Qorqud və indi izah edəcək ki, öz ləzzətli yumoru ilə izah edəcək ki, bu dörd qadınlar kimlərdir? Dədə Qorqud deyir, evin dayağı oldur ki, yəni orijinal mətni oxuyuram, hörmətli dostlar, kitabın öz dilin. Məncə çətinliyi də çəkmirsiniz başa düşməkdə. Evin dayağı oldur ki, yazıdan, yabandan evə bir udlu qonuq gəlsə, ər adam evdə olmasa, o anı yedirər, içirər, ağırlar, əzizlər, göndərər. Ol Ayşə Fatimə soyudur xanım, anın bəbəkləri yetsin. Bəbək, yəni uşaqları yetsin, yəni çoxalsın, yaşasın. Deyir, evin dayağı o qadındır ki, onun evinə udlu bir qonaq, yəni hörmətli bir qonaq gələr. Ər evdə olmasa belə, o qonağı həmin xanım yedirər, içirər, ağırlayar, əzizləyər və yola salar. Bu qadın evin dayağıdır. Və belə qadınlar Ayşə Fatimə soyundandır. Ayşə bildiyiniz kimi Peyğəmbərin həyat yoldaşı, Fatimə isə qızıdır. Bax, belə ucaldır birinci kateqoriyadan olanları və deyir ki, ocağına buncalayın övrət gəlsin. Arzulayır ki, ocağa belə qadın gəlsin. Gəldik ol kim ki, solduran soydur. Solduran soydur, yəni nəsli kəsən, nəsli genosid eləyən qadın kimdir? Sabahdancan yerindən urudurar, əlini üzünü yumadan, 9 bazlamac ilən bir küvək yoğurt gəvəzlər, doyunca tıka basa yer, əlini böyrünə urur, aydırır. Deyir, soyu kəsən, nəsli qıran qadın odur ki, səhər tezdən əl üzün yumadan tıxa basa-basa qatıqdan basar yer, sonra burada bir yemədə var. Bazlamac, yəqin ki, bozlamacaddır da. Yer və əlin böyrünə vurub deyər, bu evi xarab olası, yəni bu evi xaraba qalsın. Ərə varandan bəri dəxi qarnım doymadı. Üzüm gülmədi, ayağım başmaq, üzüm yaşmaq görmədidir. Nə olaydı bu öləydi, ərin deyir. Birinə dəxi varaydım, umarımdan yaxşı uyar olaydı deyir. Deyir, belə qadın, ikinci kateqoriyadan olan qadın, səhər durar, evdə eşidən nə var, yiyər, içər, sonra da əlin vurar belinə, deyər ki, Allah bu kişini öldürsün. Ona ərə gələndən nə başım bir başmaq gördü, nə üzüm, ayağım bir başmaq gördü, nə üzüm yaşmaq gördü. Allah bunu öldürsün ki, birinə ərə gedin və o ər mənim umduğumdan da, umarımdan da yaxşı olsun. Yəni, xəyalımda olandan da yaxşı olsun, deyər. Anun kibinin xanım bəbəkləri yetməsin. Deyir, belə tip qadınların uşaqları olmasın, çoxalmasın. Ocağına buncılayın övrət gəlməsin. Gəldik ol kim ki, üçüncü tip qadınlar deyir, dolduran topdur. Görək bu tip qadınlar kimdir Dədə Qorqudun nəzərincə? Təpindəcə yerindən durdu, əlini üzünü yumadan obanın ol ucundan bu ucundan ol ucuna çırpışdırdı, quvquvladı, dinlədi, öylədəcənə gəzdi, öylədən sonra evinə gəldi. Gördü kim oğru köpək, yekə dana evini bir-birinə qatmış,
tavuk çomasına, sığır damına dönmüş. Qonşulara çağırır ki, yetər, Zəliha, Zübeydə, Üveydə-can, Qızcan, Paşa, Ayna mələk, Qutlu mələk. Ölməcə, itməcə getməmişdim. Yatacaq yerim yenə bu xarab olasıydı. Nə olaydı mənim evimə də bir ləhsə baxaydınız. Qonşu haqqı, Tanrı haqqı deyi söylər. Deyir ki, bu üçüncü tip qadınlar, dolduran top qadınlar o qadınlardır ki, yerindən durar durmaz, qaçar elin o ucuna, bu ucuna, orada birinə qulaq asar, gələr o sözü buna deyər. Bunda eşitdiyi sözü ona deyər, aləmi qatar bir-birinə, sonra günortadan sonra evinə gələr, evə gələndə də görər ki, dana vurub oranı dağıdıb, inək vurub buranı dağıdıb, toyuqlar buranı, yəni ev eşik, aləm qatışıb bir-birinə. Bu mənzərəni görəndən sonra deyir, qonşuların borcu çıxardar, çağırar ki, yetər, Zəlihə, Zübeydə, Üveydə, Paşa. Ay balam deyir, hara getsəydim, ölüb qalmayacaqdım ki, yenə bu xarabiyə gələcəkdim də. Niyə mənim toyuq cüzəmə, mal heyvanıma baxmamışdınız? Qonşu haqqı, Tanrı haqqı deyi söylər. Onların da, qonşularının da boynuna minnət qoyur ki, qonşu haqqı, Tanrı haqqıdır. Bunun kimi xanım bəbəkləri yetməsin. Belələri deyir, artmasın. Ocağına bunun kimi övrət gəlməsin. Gəldik ol kim ki, gəldik ol kim necə söyləsən bayağıdır. Dördüncü kateqoriya qadınları Dədə Qorqud demişdi ki, nə söyləyirsən söylə bayağıdırlar. Yəni artıq sözə ehtiyac yoxdur. Görək indi hansı qadınları deyir o. Ötə yandan, ötə yazdan, yabandan, yəni çöldən, bayırdan bir udlu qonuq gəlsə, yəni bir hörmətli qonaq gəlsə, ər adam evdə olsa, yəni əri evdə olsa, ana desə ki, yəni qadınına desə ki, dur ətmək gətir, yiyəlim, bu da yesin. Dişə dəymiş ətməcin bəqası olmaz. Yəni bişmiş çörək əbədiyyətə də qədər qalmazdı. Bişən çörəyi gərək yeyəsən. Gətir, qonaq da yesin, mən də yeyim. Yemək gərəkdir. Övrət, aydar. Arvadı deyər kişinin bu sözünə. Neyləyim? Bu yıxılacaq evdə un yox, ələk yox, dəvə dəyirmandan gəlmədi der. Nə gəlirsə mənim sağrıma gəlsin deyi, əlini götünə urur, yönünü anarı, sığrısını ərinə döndürür. Bin söyləsən birini quymaz, duymaz, ərin sözünü qulağına qoymaz. Ol Nuh peyğəmbərin eşşəyi əslidir. Andan dəxi xanım Allah saxlasın. Ocağınıza bunca yalın övrət gəlməsin. Yəni dördüncü tip qadınları Dədə Qorqud belə deyir ki, evə bir hörmətli qonaq gəlir, kişi deyir ki, gətir evdə yeməkdən, içməkdən nə var, mən də yeyim, qonaq da yesin. Qadın da deyir ki, evdə çörək yox, un yox, nə bilim, dəvə dəyirmandan gəlməyib, sənə nə verəcəm və belə deyib öz arxasın qonağa və kişiyə çevirir. Bu qadınları Dədə Qorqud bayağı qadınlar adlandırır və deyir ki, Nuh peyğəmbərin eşşəyi əzlidir. Burada gördüyünüzsə bir bizim indi qeyri-etik saydığımız bir ifadə də işlədildi. Yəni orijinal mətndə belə bir söz keçir. O zamanlar görünür ki, bu sözlər adi işlənirmiş. Yəni antik bizim mətnimizdir. İndi bu sözlərə biz başqa-başqa mənalar yük veririk və gündəlik leksikonumuzdan çıxardırıq. Amma görürsünüz ki, bu kitabın orijinalında belə bir ifadə yer alır. Bu da qətiyyən o kitabın tərbiyəsiz, qanacaqsız olmağından irəli gəlmir. Dövrün öz şərtləri var imiş. Burada da görünür ki, bu söz belə rahatlıqla işlədə bilirmiş ki, bizim babalarımız işlədirmiş. Bu qədər hörmət dostlar, istəyərdim ki, siz Dədə Qorqudu orijinaldan elə bu şəkildə oxuyasınız. Gördünüz ki, mən orijinal oxudum. Bütün sözləri də demək olar ki, bildik. Bir neçə söz bizim üçün
tanış olmur. Onu da mətnin kontekstindən anlamaq olur. Dədə Qorqudun bu dedikləri Quran ayəsi deyil təbii ki və bizim üçün belə bir mənalı həyat göstəricisi də deyil ki, qadınlarımızı elə bu 4 kateqoriyaya qoyaq. Bu sadəcə bədii əsər idi. Yaxşı da bir yumor var idi. İstədim ki, sizlə tanış edim bu mətni. Ümidvaram ki, siz də bəyəndiniz. Dədə Qorqudun stili, tərzi bəyəniləsidir. Bir daha xanımları təbrik edirəm. Onlara saadət, xoşbəxtlik, arzuladıqları həyat diləyirəm. Sağ olun, sağlıqla qalın. Videonu bəyənsəniz